Heç yadımdan çıxmaz, bizim bir qonşumuz var idi. Onun oğlu bir qadınla görüşürdü. Onu çox sevirdi, çox sevirdi. Amma anası onu öz qohumu ilə evləndirdi. O qız çox yaraşıqlı idi. Qohumu. Çox gözəl idi qohumu. Gəldilər, deməli, oğlan heç istəmirdi. Yazıq uşaq da özünü öldürürdü ki, ay anam, yaraşıqlıdır, qəşəngdir. Bizim qohumumuzdur, amma mən onunla yaşaya bilməyəcəm. Oğlanlar üçün lap çətindir axı. Başa düşürsən, o sevməlidir qadını ki, o ilə bir yerdə yaşasın. Deməli, anası dedi, yox, özümü öldürərəm, özümü yandıraram, venalarımı kəsərəm, nə bilim, nə edərəm, sən filan kəsə almalısan. Aldı. Bir evlatları da oldu, bir oğlu oldu. Dedi, yox, mən yaşamayacağım, mən yaşaya bilmirəm onu. Boşandılar, o yenə də getdi o qadının yanına, ondan da 2 evlatları oldu, amma o qadın